Salamlayıram hər kəsi. Ordubadın Kənd Həyatı kanalından. Bir şey göstərmək istəyirəm sizə. Bu yaz qabağı ən çox da belə yağışlı havalarda belə az yağış yağır. Heyvanı çıxardarkən göy ota səhər-səhər ac qarnına biraz quru ot verib sonra çıxartmaq lazımdır. Yoxsa bax belə heyvanlar köpə bilər. Baxın bu quzumuz qarnı şişib. Düzdür ot yeyirlər hələ. O qoç da şişibdir. Geri qalanında bir şey yoxdur. Düzdür indi biz bunlara biraz kömür, bu ikisində kömür döyəcəyim. Odun kömürün əzib tozun verəcəm. Bir də çayını soda verəcəm bu ikisinə. Çünki daha da şişməsinlər deyə. Fəqət təhlükədir. Ola bilər ki heyvan yəni birdən yoncuya düşər bir şey eləyər. Ya da ki ən çox yonca belə köpürlər. Amma bəzi bilmədiyimiz otlar da var ki yoncanı bilirik. Amma yoncadır, çaşırdır bunlar. Ay çaşır dediğimiz çaşır. Bunlar belli olan otlardır ki bunlar köpüdür heyvan. Amma bilmədiyimiz yine birçok ot vardır ki bu otların içində qarışıq. O da bu cür heyvan köpüdür. Yani biz yoncuya bırakmamışıq amma yine də qarınları bu ikisinin bax bu qoçun. Bax görürsünüz bunun qarnı möhkəm şişib. Bir de orada bir quzumuz var. Keçən iki quzudur. Bu süt yiyənlər şişməz heç bax. Amma onlar yəni ac qarnına göy ota bıraksaq təhlükəli şişə bilər. Patlaya bilər. Məcbur qapı kəsərsən. Belə hallarla qarşılaşmaq olar. Qarşılaşa bilərik daha doğrusu. Ona görə də səhər-səhər biraz ot verib quru ot. Sonra eşiği açmaqda yarar var. Çox sağ olun. Allah'a emanet olun. Videolarımızı beğenin. Kanalımıza da abone olun. Abone olun, beğenin, paylaşın. Azərbaycan kanalları da irəliləsin. Azərbaycanda da olsun. Diğer ölkəlerde var. Güzel kanallar bizlerde de olsun inşallah. Sağ olun, sağlıkla qalın.